mən niyə söz verdim axı? Hə, cırtdan. Mənə nə lazım idi, hə? Bax, tuta bilmirsən də, hə? Belə məliyirsən cırtdan. Tuta bilmirsənsə, niyə tutmusan, hə? Ramazan, eşidirsən məni? Sən niyə gəldin axı? Ay Ramazan, niyə gəldin sən? Hey, sən nənə? Ay Allah, azlıqdan gözümə nələrsə görünür. Ramazan? Ramazan gəlib. Niyə gəldin axı, hə? İndi birazdan Çiçək bacı gələcək. Sən deyəcək ki, buna bax, Ramazan da gəlib. Nə yaxşı gəlibdi. Bax, oturmuşduq yerimizdə. 11 ay kef eləyirdik, yeyirdik, içirdik, hər şey eləyirdik də, hə? Bax, sən gəldin. Azlıqdan ölürəm. Qarnımın qurultusunu eşidirsən sən mənim, hə? Qarnım qurr edir. Ölürük axı, belə şey olar. Get də, nə olar? Necə adamsan, sən, hə? Necə adamsan sən? Ramazan, Ramazan, olar biraz yemək yeyim mən, hə? Yox, yox, deyir, olmaz. Necə adamsan, sən deyirəm. Gəldi Çiçək bacı. Salam əziz dostlarım, necəsiz? Hər vaxtınız xeyir olsun. Bilirəm ki, bəziləriniz oruçsuz. Allah qəbul eləsin. Bəh-bəh, görəm nə yaxşı da belə enerjilisiz. Əla, həmişə belə gümrah olun. Hə, doğrudan ne cırtdan yadımdan çıxıb. Salam cırtdan. Salam. Necəsən? Hər vaxtın xeyir olsun. Vəziyyətin necədir? Bu nə sualdır, Çiçək bacı verirsən? Suala bax, suala. Yağlı çörək yeməyən adam necə olar? Ay Allah, öldüm. Öldüm acından. Niyə ölürsən axı? Acından. Oruçsan sən də. Necə şəkil o? Belə görəm, elə öldüm deyirsən. Yeməmsən yemək? Yox, bayaqdan Ramazanla danışıram. Ramazanla danışırsan? Deyirəm, yekə adamsan sən, ay Ramazan. Gəldin, bəs bizi niyə ac qoyursan? Adam gələndə əlində bir şey gətirir. Deyir ki, qonaq gedirəm də, yağlı çörək gətirər. Nə bilim, bir şey gətirər, deyər ki, cırtdan gəl, elə. Mən düzdür, səhər 10 dənə yağlı çörəyi üst-üstə yedim. Azanın səsi gələnə qədər yemişəm. Sonra da qarnım ağrıdı. Vay, uşaqlar. Nə məcburdur? Əvvəla cırtdan, Ramazan barəsində bu cür danışma, o ay Allahın ayıdır, ixtiyarım yoxdur bu cür danışsa. Gedək tapmacaya, sonra mən sənə izah edəyəm. Yaxşı, gedək tapmacaya. Tapmacanın vaxtıdır. Getdi uşaqlar. Halım da yoxdur, qışqırmağa. Uşaqlar, bugünkü tapmacamız belədir. Yaşıl tağım var, al otağım var. Boz paltarımda göy qurşağım var. Tapın, tez göndərin bizə. Fikirləşin, yaxşı fikirləşin və aşağıda gördüyünüz nömrəyə yazın, göndərin. Bəli, cırtdan. Görüm hələ, sənə bu günləri nəyin nağılını danışım? Nənə, nağıl danış. Danışacam, dayan. Aha, gəl sənə mən bugün qoğalın nağılını danışım. Çox maraqlı nağıldır. Urra! Deməli belə, biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı yaşayırdı. Bir gün kişi dedi, mən çox acımışam, mənə bir qoğal bişir. Qoca qarı ayağa qalxdı, unu gətirdi və undan bir qoğal bişirdi. Qoğalı pəncərənin qabağına qoydu ki, qoğal soysun. Elə bu vaxt bilirsən nə oldu?
Nə oldu nənəcan? Elə bu vaxtı qoğal cana gəldi və pəncərədən yerə atıldı. Dığırlana, dığırlana başladı getməyə. Nənədən, babadan qaçdı. Getdi, yolda dovşana rast gəldi. Dovşan onu görüb dedi: "Ay, nə dadlı qoğaldı. Elə yemək istəyərdim bunu." Qoğal dedi: "Ondan qoğal olmuşam. Un ilə yoğrulmuşam." Dovşan dedi: "Ay, nə dadlı qoğaldı. Nə bunu yeyərəm? Sən kimsən?" Qoğal dedi: "Ondan qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana dovşandan qaçdı və yoluna davam etdi. Elə biraz getmişdi ki, bilirsən hansı heyvanla rastlaşdı? Canavarla. Canavar neynədi? Hə, canavarla. Canavar dedi: "Ay, nə dadlı qoğaldı. Hey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana canavarın yanından ötüb keçdi. Biraz yol gəlmişdi ki, indi sən təsəvvür elə. Biraz yol gəlmişdi ki, ay cırtdan, denən görüb hansı heyvana rast gəldi? Hansı heyvana rast gəldi nənə? Dayan deyəcəm. Ayya. Ayı dedi: "Nə dadlı qoğaldı. Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam. Hətta canavardan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana ayının yanından ötüb keçdi. Yoluna davam etmişdi ki, səncə bu səfər hansı heyvan qabağına çıxdı? Ay nənə, meşədə heyvan qaldı bəyəm. Ay səni dəcəl. Əlbəttə ki qaldı. Tülkü. Bəli, tülkü gördü ki, dadlı bir qoğal gəlir. Dedi: "Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Ondan qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan, canavardan, ayıdan da qaçmışam. Səndən nə var qaçmağa?" Tülkü dedi: "Nə gözəl oxudun, amma heç eşitmədim. Olar ki, biraz yaxına gələsən?" Qoğal dığırlanıb gəldi lap yaxına və başladı mahnısını bir də oxumağa. Tülkü dedi: "Yox, eşidə bilmədim. Olar ki, burnumun üstündə oxuyasan?" Qoğal atıldı onun burnunun üstünə. Başladı yenə oxumağa. Tülkü dedi: "Yox, eşitmədim. Olar ki, dilimin üstündə oturasan?" Və qoğal onun dilinin üstündə oturdu və mahnını elə oxumuşdu ki, hop, tülkü onu yedi. Nağlımız da cırtdan burada bitdi. Ay nənə, deyirəm ki, qoğal nənədən icazəsiz getməsəydi, tülkü onu yeməzdi, hə? Aferin sənə, bəli. Tülkü onu yeməzdi. Ay çiçək bacı, səhər də o qədər yemişəm, qarnım ağrıyır, düzdür, amma Bəli. belə Ağrıyar da, dadını uşaqlar da görsənir. deyir, bu qədər yemişəm. Nə məcbur idi? Nə olub ki? Dayan görüm nə edirsən? Bu iftarçındır. Gətirməmsən yeməyə? İftarda yeməyə gətirmişəm. Süfrəni düzəldirəm indi. Sən mənə de görüm, nə məcbur idi bu qədər yeyirsən? Uşaqlar siz də eləsiz. Siz də bu qədər yeyirsiniz səhərlər. Olmaz ha əslində. Bu qədər yem Dayan görüm. İftarda yeyəcəksən də nə olub? Biraz az qaldı. Nə Yox, olub? heç süfrəni səliqəyə salıram məndə ki. Yaxşı. Axşam səliqəli yeyəm. Deməli, nə deyirdim? Sözüm də yadımdan çıxdı. Deyirdim ki, çox yemək olmaz. Çox yesəz, qarnınız ağrıyar, mədəniz ağrıyar. mənim kimi Sonra qarnım- nə olar? Nə olar? Bəli, oruc da tuta bilmərsiniz.
Oruç tutmaq üçün gərək güclü yeyəsən. Məsələn, yumurta qayğanaq yeyə bilərsiniz səhər. Həm tutumludur, həm güclüdür. Ay Çiçək bacı, qanağın adını çəkmə. Ağzımın suyu axır. Yaxşı. Deyən söhbətimi edeyim. Hə, nə deyirdim uşaqlar? Deyirdim ki, Hə. mən məsələn, nə dedim? Yumurtanı deyirdim. Hə, yumurta yeyin. Sonra ləpə yeyə bilərsiniz, qoz, fındıq, məsələn, qəşəng tutumlu olsun. Yəni çox yemək əsas deyil. Vaxtında, məsələn, o düz vaxtında, məsələn, durursunuz səhər-səhər, az yeyin, amma yaxşı yeyin, tutumlu olsun, sizi doyuzdursun və güclü saxlasın. Nəinki 10 dənə. Aha, danış, düz deyirsən. İmkan verirsən mənə. Mən görürəm. Bu cür eləyirik, bəli. Mənə bax. Hə. Cırtdandır da, görürsünüz də. İyinə bax. Bu cür yesəniz, həm güclü olarsınız, gün ərzində davamınız olar, həm də ki... Hə, danış. Düz deyir, uşaqlar, qulaq asın, qəşəng. Aha. Çiçək bacı, deyirəm ki, hədərə getməsin iftarda zəhməti. yeyəcək. İftar, yəni ki, iftar kimdir? İftar hardan gəlir? Necə Ramazan gedir, iftar gedir, Ramazan gəlir. Bunlar nədir? Bizi ac qoymağa and içiblər ki, bizi ac qoyacaqlar. Yox, cırtdan, elə deyil. İftar, yəni iftar eləyirsən. Əksinə ac qoymur, əksinə yemək yeyirsən iftarla. Hamısını adam kimi təsəvvür yeməyimizi edir. aparacaqlar. Gələcəklər, iftar gəlir, yeməyimizi apar. İftar çox qalıb gəlməni, döngəni dönüb Çiçək bacı. Oy, cırtdan, döngə nədir? Demirsən gəlir. Görürsünüz cırtdanı? Yox, döngə deyən, mən də döngə deyirəm. Gözləginə sözümü deyim. Zəng gəldi, cırtdan. Zəngdən sonra, müsabiqədən sonra sözümə davam edərəm uşaqlar. Getdi müsabiqəyə. Uşaqlar getdi iftara. İftara gedirik. İftar gəl, tez ol. Harda qaldın sən də? Salam dostum, necəsən? Yaxşı. Adın nədir? Uğur. Uğur, neçə yaşın var? 8. 8. Qəhrəman olmaq istəyirsən cırtdanla bərabər? Bəli. Qəhrəman olmaq üçün nə etməliyik? Yuxarıdakı kartlardan birini seçib oyun oynamalıyıq, hə? Bəli. Onda seçək. Getdi. Hansı nömrə istəyirsən? 5. 5. Açılsın xanamız. Getdi. Hə dostum, görürsən buradakı lövhəni? Buradakı lövhədə nə Bəli. yazılır? Suallar yazılır. Və sən o suallara cavab verməlisən. Hazırsan? Bəli. Onda başladıq. Azərbaycan yeməkləri dadlıdır? Bəli. Bəli. Azərbaycanda nar yetişir? Bəli. Bəli. Balıqların səsi var? Xeyr. Xeyr. Bakı şəhərinin simvolu qız qalasıdır? Bəli. Bəli. Bakıda Alov adlı binalar var? Bəli. Bəli. Azərbaycan mətbəxində döşəmə plov var? Bəli. Bəli. Afərin sənə. 6 dənə suala doğru cavab verdin. Təbrik edirəm səni. Getdik o bir oyunumuza. Yuhu. Hə dostum, bizdən 60 xal qazandın. Yenə xal qazanmaq istəyirsən? Bəli. Onda ikinci xananı seçək, gedək. La 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 la. La 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 la. 3. Açılsın xanamız getdi. Hə.
qutuların içində müxtəlif əşyalar var. Ən azı 6 dənə bizə doğru cavab deməlisən. Yəni hansı rəqəmli qutunun içində nə əşyası var? Yaxşı? Başa düşdün? Bəli. Bəli. Oyuna başlayaq. Bəli. Başladıq. 2 dəfə açılacaq. Diqqətlə bax. Bir dəfə açıldı, bağlandı. İkinci dəfə də açılsın. La 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 la. La 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 la. Başlayaq. Başladıq. Dinə. Aha. 10. Onda nə var? Banan. Ona baxaq görək banandır. Əhsən. Sonra? Tez. 9. 9'da nə var? Portakal. Baxaq görək 9'da. Aferin. Sonra? 4 dənə qaldı. Tez ol. La 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 la. Neçə? 8. 2. 8. 8'de nə var? Kaktüs gülü. Baxaq görək. Aferin. Sonra tez ol. Vaxt az qalıb. Tez ol. La 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 la. 4. Nə? 4. 4'te nə var? Almaz. Baxaq. Almaz. Aferin. Sonra? Vaxt tamam oldu. 4 dənəsin deyə bildin. Təbrik edirik səni. Gedə görə nə qədər xalın oldu. Getdik. Dostum, 100 xal qazandın. Səni təbrik eləyirəm. Və bizim bu oyunda iştirak etdiyin üçün sənə 10 xal hədiyyə verirəm. Bu da o demək olur ki, 110 manat dəyərində bizdən hədiyyə qazandın. Təbrik eləyirəm səni. Sağ ol. Sağ ol. O biri dostlarıma da denən ki, gəlsin oyunda iştirak eləsinlər. Yaxşı? Qəhrəman olmaq Yaxşı. vaxtıdır. Sağ ol. Sağ ol. Bilirsən Çiçək bacı, qoy hələ iftar gəlsin. Uşaqlar, görərsiniz, mən nə qədər yeyəcəm. Əvvəlcə soyuq suyu qoymuşam buzluğa. Qəşəng onu çəkəcəm onun başıma. Qurt içəcəm. Ay, həvəs elədim. Ay, boğazımda quruyub. Ay Allah. Sonra üstündən yağlı çörəyi dişləyib yeyəcəm. Hələ nənəmin bişirdiyi düyü var. Bəh. Onları yeyəcəm qəşəng. Sonra görərəm qonşuya Fikir gedərəm. verməyin uşaqlar. Qonşuda görüm nə var, onu yeyərəm. Balaca boyla istəyir bir qazan xörək yesin. Buna baxın. Yo. Elə yemək olmaz əslində uşaqlar. Birdən çaşıb siz də elə eləmək istəyirsiniz. Axı iftar ac mədədir məsələn. Olar uşaqlar, qulaq asın mənə. İftar gələn kimi yeməyə hücum. Nə olub? Nə xəbərdir? Müharibəyə hazırlaşırsan? Döyüşdür də, Elə bir döyüşə gedir. Aclıqla döyüş. Yox, cırtdan, elə demə. Düzdür, məsələn biz ac qalanda, bax, bizim bədənimizdə olan mikroblar aradan gedir. Bədənimiz təmizlənir. Biz indi təsəvvür edək ki, bədənimiz təmizləyəndən sonra istəyirik məsələn birdən-birə hücum eləyək, mədəmiz acdır, birdən-birə başlayırıq yeməyə. Bu bizim üçün problem yarada bilər uşaqlar. Birdən məsələn yesəz mədəniz ağırlıq çökər, ağrıyar. Qoy bədənimiz məsələn yavaş-yavaş qəbul edin. Məsələn iftardır, açdınız, bir əvvəl su için, ilıq su. Sonra biraz gözləyin. Soyuq su. Qəşəng. Yox.
soyuducuda qoymuşuq ha, ondan içərik qəşəng. Soyuq su zərərdir. Hə, Nə deyirsən? ilıq zərərdir. sudan sonra biraz gözləyin, sonra çay için. Xurma ilə çay. Daha Hə. bir bu qədər yox ha, bir ovuc yox. Hə, Bir dənə, iki dənə. Hə, sonra başlayın yemək yeməyə. Əlbəttə ki, birdən-birə yemək yeməyin ha, biraz fasilə Ay verin. çiçək bacı, adın çəkdin, ürəyim istədi o xurmanı. Ay nə qədər qalıb gəlmədi iftar, döngənə dönmüşdü. Axı neçə dənə qapı qaldı görəsən bizə çatmağına, çiçək bacı. Ay iftar! İftar! Buradayam, səsimə gəl. İftar! İftar! oğlum. Hoy! Cırtdan iftarla dava edir artıq. Hə, uşaqlar da qalmışdım. Bir də yeməklərinizə fikir verin. Hər yeməkdə yemək olmaz, ağır yeməklər yeməyin. Məsələn, ananız sup bişiribsə, ondan yeyə bilərsiniz. Əlbəttə ki, əvvəlki kimi bir kasa yox, yarım kasa Aa, yeyin. nə kasa ye? Mən qazana atılacam bir dəfəlik. Ay Nəysə uşaqlar, zəng gəlir. Gedək müsabiqəyə, müsabiqədən sonra Ümid davam edirəm ki, edərik. iftarda Yaxşı bu dəfə uşaqlar, zəng getdik müsabiqəyə. Hə, Aşağıdakı iftar, nömrələr alo. yaddan çıxmasın. Getdik. Alo, iftar. Hə, buradayam, gəl. Müsabiqə. Salam dostum, necəsən? Yaxşıyam. Məni görürsən? Sipəsini görürəm. Mən də yaxşıyam, çox sağ ol. Adın nədir? Mənim adım Hüseyndir. Hüseyn, neçə yaşın var? Mənim 8 yaşım var. 8 yaşın var. Cırtdanla oynamaq istəyirsən oyun? Bəli, oynamaq istəyirəm. Hə, onda görürəm ki, çox qəşəng hazırsan və yuxarıda gördüyün xanalardan birini seç. Gedək oynamağa. 4-cü xananı seçirəm. 4-cü xana. Getdik. Mənim dostum Hüseyn, indi qəhrəman olmaq vaxtıdır və bu qəhrəman necə olunur sənə başa salır. Bu hasarın içində gördüyün qoyunları sayacaqsan və sayı mənə deyəcəksən. Və kənardan görsən ki, canavarlar gəlir, onun xəbərdarlığını mütləq mənə ver ki, toplan getsin, onu qovsun. Yaxşı? Bəli, Başa düşdün oyunu? başa düşdüm. Getdik. Qurd gələndə xəbər. Hə, qurd gələndə xəbər eləyəcəksən, həm də qoyunları sayın deyəcəksən mənə. Qurdlar gəlir. Canavar gəldi, qaç toplan. Aferin sənə toplan. Getdi canavarları qovdu. Yoxsa bizim qoyunları yeyərdi. Vay. Səndən qurd gəlir. Təzdən gəldi. Qaçın. Toplan qaç. Gedin buradan. Pis canavarlar. Qoyunlarımı yemək istəyir. O biz tərəflərdən də gəldilər. Gəldi canavar. Neçə dənə qoyunumuz var? 9 dənə deyəsən. Düzgün say. Bir də say, 10 dənə. 10 dənə baxaq görək. O biz tərəflərdən yenə qurdlar gəldi. Aferin sənə. Toplan həm bu canavarları qovdu, həm də sən sayı doğru dedin. Təbrik edirəm səni. Getdik. Mənim qəhrəman dostum 60 xal qazandı bizdən. Oynamaq istəyirsən yeni oyun? Oynayaq. İkinci xananı seç, gedək oynamağa. La 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 la. La 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 la. Hemen seçirəm. İkinci xana açılsın. Getdi. Yuhu. Dostum, bu oyunun qaydası bu cürdür ki, bu gördüyün o sual üstündə sual işarəli qutuların altında bir söz var.
bir kəlmə var. Və biz bu sözü tapmaq üçün nə etməliyik? Arxada bizə kömək olaraq şəkillər göstərəcəklər. Və biz bu şəkillərə uyğun cavabı tapacağıq. Hazırsan? Başa düşdün oyunumuzu? Hazıram. Oyunumuzu başa düşdün. Başa Qəhrəman, düşdüm. getdik. Aha. Deməli bu bizdə bu şəkil nə başa salır? Yəni ağacdan yarpaqlar tökülüb. Aha. Cavab nə? Payızı. Nə? Payızı. Aha, baxaq görək cavaba. Payız fəslini göstərir bizə. Aferin sənə. Doğru cavab verdin. Əhsən sən Hüseyn, getdik. Hüseyn, bizdən 120 xal qazandın. Səni təbrik edirəm. Və cırtdan da sənə 10 xal hədiyyə verir. Ümumi oldu 130 xalın və bu da o deməkdir ki, 130 manat dəyərində hədiyyə qazandın dostum. Qəhrəman dostum Hüseyn. O biri dostlarıma da deyərsən mütləq gəlsin cırtdanla oyun oynasınlar, yaxşı? Həm oyun oynasın, həm də Bəli. hədiyyə qazansın. Sağ ol. Ay çiçək bacı. Bəli. Ay çiçək bacı, ölürəm acından ölürəm. Bilirəm. Bilirsən nə yaxşı uşaq idim. Mhm. Bilirsən nə yaxşı uşaq idim mən. Məni İndi də yaxşı uşaqsan da, nə olub ki? xatırlayarsınız, ha? Məni yaxşı xatırlayarsınız. Deyərsiniz ki, cırtdan rəhmətli, çox yaxşı uşaq idi. Uşaqlar. Bir tərli bir fikir. Ay ölürəm. Ölürəm. Yox, Ay, cırtdan. Ay. Nə olub? İndi biraz oruç tutmusan da. Biraz. Bəli, oruç tutdun. Mən bilirsən nə qədər Özü də yaxşı da yemisən. Yəni o qədər yağlı çörək, bu qədər. Çiçək bacı gedirəm. Hara Gedirəm də, gedirsən? bu gəlmədi. Qoy mən gedim çiçək bacı. Yo, gələcək, narahat Ay, olma. deyirəm ki, Bəli. çiçək bacı, yəni bir balaca yesəm nə olar ki? Çox yemirəm ha, bir balaca. Bax indi cırtdan, mən sənə deyirəm, səninki yaşın azdır, biraz yeyə bilərsən. Yeyim də çox yetişmişəm, yeyim də bəs. Hə, mən istəsən yeyə bilərsən. Mən verim sənə, biraz ye. Sonra amma iftaracan dözərsən, hə? Nə deyirsən? Nə oldu? Yox. İstəmirəm. İstəmirsən? Yox. Sən yaşın azdır. Uşaqlar, sizin də içərinizdə ola bilər ki, yaşı çatmamış uşaqlar ola bilər. Onlar məsələn günün yarısını tuta bilərlər. Yarısını tutduqdan sonra ananız məsələn sizin qabağınıza xurma, çay qoyub aça bilərsiniz orucunuzu. Çiçək bacı, o yarısından keçib axı mən demək olar ki, iftar dönür də bizim tərəfə çatır. Bəli, Mən dönür çatır acı. Hə, mən indi açmayım bəlkə. Yəni yeməyim bəlkə. Necə istəyirsən cırtdan. Sən Bəlkə əgər yeyim. istəsən orucunu aça da bilərsən, açmaya da bilərsən. Amma yaşı çatmış uşaqlar mütləq axıracan dözməlidirlər. Yəni çiçək Bilirsiniz, bu bacı. sizə iradəni öyrədir. Özünüzü dözümlülüyü öyrədir. Məsələn, birdən-birə əl çəksəniz, əslində cırtdan düz elədi. Özü də özündən mübarizə aparır. O məsələn gedir, əlbəttə ki, sağlamlığınızda problem olmasa, sağlamlığınızda cırtdan Öldüm. yaxşısa, Öldüm yox. dayanır, bu oynayırmış mən. Hə, birdən çox zəifləsiz, açmalısınız ananız dediyi kimi. Amma ola bilər ki, birdən məsələn dözə bilirsiniz, dözməyiniz çox yaxşıdır. Və bir də bu sizdə davamlılıq yaradır, dözümlülük yaradır. Yemək istəyirsən, ye, mən də burada öldürdün məni bir tərlədim. Yemək istəyirsən? Yaxşı, müsabiqəyə gedək uşaqlar. Ay, iftar Zəngimiz var. harda qaldın axı? Gedək Gedək müsabiqəyə. uşaqlar. Gedək cırtdan. Getdik. Müsabiqəyə. La. Salam dostum, necəsən? Kimdir bizimlə bu gün oyun oynayan? Adın nədir? Meryem. Məryəm. Neçə yaşın var Məryəm? 6.
Hə, oyun oynamaq istəyirsən? Bəli. Onda başlayırıq oyunumuza. Bilirsən necə oynayacağıq? Bax yuxarıda gördüyün xanalar var ha. Oradan bir dənəsini seçəcəksən və biz də oyunumuza başlayacağıq. 1 2 3 4 5 6. Hansını seçirsən? Aha. 6. Başlayaq oyunumuza. Getdik. Hə dostum, deməli bu oyunumuzun qaydası bu cürdür ki, sən bu qulaqçıq vasitəsilə səs eşidəcəksən və həmin səsin nə olduğunu cırtdana deməlisən. Və cırtdan da sənə doğru cavabı bu qutunun içində göstərəcək. Hazırsan? Başa düşdün oyunumuzu? Hansı səsi eşitdiyini mənə deyəcəksən və qutudan da doğru cavab çıxacaq. Onda başladıq. Diqqətli qulaq as, nə səsinə oxşuyur? Adətən tikinti yerlərində istifadə edirlər onu. Nəyə oxşuyur? Elektron bir şeydir. Şurupları adətən yerinə yerləşdirir. Nədir o? Dirək. Baxaq görə cavab nədir? Aferin sənə! Doğru cavab verdin. Təbrik edirəm səni. Gedək görək sənin nə qədər xalın oldu. Məryəm, 60 xal qazandın. Səni təbrik edirəm. Çox qəşəng qulaqların var ha. Qəşəng eşidə bilirsən sən. İkinci oyun oynamaq istəyirsən? Bəli. Onda xana seç, oynayaq. 1 Neçə? 3 3. Açıldı. 5 Ay, açıldı da üçüncü xana. Məryəm, çox maraqlı bir oyundur. Diqqətli olmalısan bu oyunda. Bax, bu gördüyün kasalar var. Bir kasanın altında bir dənə yumurta var. O kasa fırlanacaq. Həmin yumurta hansı kasanın altındadırsa, o kasanı bizə göstərməlisən. Başa düşdün oyunu? Bəli. Onda başlayaq. Bax, yumurta buradadır. İndi fırlanacaq. Həmin kasanı izlə ya, yumurta olan kasanı izlə və doğru cavabı bizə denən. Hansındadır? Bir, iki, üç. O birisi tərəf. Üçüncüdə. Aferin. Amma mənə sıranı denən. Yaxşı. 1, 2, 3. Belə denən. Yaxşı. Yaxşı. Aferin. İndi yenə başlasın. Diqqətlə bax. Aha, izlə. Hansındadır? 2 2-də. Baxaq. Ay, üçüncüdəymiş. Hə, yenə oynayaq. Fırlansın. Diqqətli bax, diqqətli bax.
Hansındadır? 3. 3. Baxaq. Aferin sənə. Təbrik edirəm səni. Doğru cavablandırdın. Gedək o birisi oyunumuza. Baxaq. Ay o birisi oyunumuz neydi? Oyun qurtardık. Gedək. Ne qədər xalımız var? Getdik. Hə dostum mənim Məryəm. Çox qəşəng gözlərin də var idi ya. Sənin qəşəng qulaqların, iti qulaqların, qəşəng görən gözlərin var imiş sənin. Hə, bizdən qazandın nə qədər? 100 xal qazandın və cırtdan da sənə verir 10 xal hədiyyə. Beləliklə 110 manat dəyərində hədiyyə qazandın dostum, səni təbrik edirəm. O biri dostlarıma deyin ki, qəhrəman olmaq istəyirlərsə gəlsin cırtdanla qəhrəman olsunlar. Yaxşı? Sağ ol. Sağ ol. Hə cırtdan. Necəsən? Yaxşısan? Yox çiçək bacı, heç yaxşı deyiləm. Belə yeməklərə baxıram, vəsvəsə oluram ki, bəlkə cırtdan bir damcı yeyəsən. Bax Nə gözəl cırtdan. xəyallar, nə gözəl aləmdir bu. Bilirəm, başa düşürəm səni. Uşaqlar üçün biraz çətindir. Həm də sən, yəni böyük bir iş görsən əslində, yaşın çatmır, amma oruç tutursan. Bilirsən nə cürdür? Bunun çox böyük xeyirləri var. İnsan bədəni əslində oruç tutanda sağlam olur. Xəstəliklərdən yavaş-yavaş sağalır. Bəzi xəstəliklər elə orucla sağalır. Bilirdin cırtdan? Ay çiçək bacı, mən burada ölürəm. Deyirəm, zülüm çəkirəm mən burada. Çiçək bacı deyir ki, bədənimizdəki xəstəliklər gedir. Bəli. Mən də ölürəm, keçindim. Mən Bax cırtdan. Bilirəm nə demək istəyirsən, amma o cür görünə bilər ki, biz zəifləyək. Amma bizim bədənimizdə olan mikroblar da acından ölüb gedir. Mənim mikroblarım da mənim kimi hər yerdə yemək görür, görür. yeyir. Amma yeyə bilmədiyi üçün ölür. Ölür, bəli. Bax cırtdan, belə danışaq da. Biz məsələn oruç tutduq. Oruç tutanda bədənimizin məsələn müqaviməti düşür aşağı, düzdür. Çiçək bacı. İndi o birisilər də acından ölür də, sən demiş. Gəl bunu danışmayaq. Mən bayaqları yeməkdən Çiçək danışırdım. bacı. Hə. Səni mən indi bu dəqiqə toyuq budu olaraq görürəm. Ya Allah. Danışır qolları da var, açılıb qəşəng qızardılmış formadan. Yaxşı cırtdan, yaxşı. Mən özü qorxuram səndən. Necə Cırtdan də dayan. tüstü çıxır, necə də ətirli görsənirsən çiçək bacı. Bəlkə bir damcı dişləyim səni. Özünə gəl. Özünə gəl cırtdan. Dayan. Gör nə deyirəm cırtdan. Bax, biz oruç tutanda acıların dərdini daha yaxşı başa düşürük. Onlar ki, yemək tapa bilmirlər. Yəni, biz indi bilirik ki, iftarda yemək yeyəcək. Amma ac adamların, məsələn, bilmirik nə keçirdiyini. Düzdür. Amma ac olanda, orucu olanda insan, məsələn, başa düşür ki, hə, gör indi onlar nələr çəkir. Hə, çiçək bacı, Düzdür. bunu düz deyirsən. Bax, indi mən acam. Bilirəm ki, indi aclar, ac qalanlar, yemək tapa bilməyənlər, imkanı zəif olanlar necə də əziyyət çəkirlər. Bəli. Cırtdan, gəl belə gedək. Sən bu qədər acıram, ölürəm, nə bilim deməkdənsə, mən bir fikrim var, istəyirəm uşaqlarla da bölüşüm. Nə yemək Bax, yeyirik? mən bura- Yemək yeyirik. Aha, yemək gətiririk. Hansı yemək gətiririk? Dayan da, cırtdan, elə ancaq yemək yemək. Aha, içində yağlı Qutu çörək var. gətirmişəm. Hə? Bax, Ya- bu sənin qutundur. Ay, yağlı çörək. Baxın uşaqlar, bu cırtdanın xatirələr qutusudur. Birini özümə düzəltmişəm, birini də cırtdana. Çiçək bacı, mən xatirəni neynirəm? Bax, indi deyəcəm. Yemək istəyirdim. Bizim Ramazan ayı nə qədərdir? 30 gündür. Elə deyil? Hə. Hər gün biz bu Ramazanın bir günü nə cür bizim üçün keçdi, hər gün nə cür keçdi, onu yazırıq və atırıq. Zülümlə. Necə keçə bilər çiçək bacı? Sən görmürsən ki, mən bu gün keçinirəm. Yoxam.
Dünyadan getmişəm, hər şeyi yemək Yaxşı, görürəm. Mən onda elə yazaram. Yazaram ki, bu gün mən Çiçək bacını toyuq budu olaraq gördüm. Olsun. Onda olsa yaz. Evdə Yazın. yoxdur. Maraqlı olar. 30-cu Məstanımızı- gün biz bilirsiniz nə edəcəyik? 30-cu gün bunu açanda maraqlı bir dəftərçə düzəldə bilərik onunla. Vərəqləri ki, üst-üstə yığacağıq. O xatirələr ki, üst-üstə yığacağıq. Bizim üçün Ramazan xatirəsi olacaq. Mən onda gündəlik kimi necə görürəmsə, nə cür yemək formasında görürəmsə, onda yazaram da yəqin ki. Nənəmi hündüşka formasında görürəm. Pişmiş hündüşka. Allah. Qəşəng ətli. Nyam, nyam. Yağlı çörəkdir görürsən yəqin ki, hə? Məstanı yağlı çörək görürdüm. Bu gün yarım yağlı çörək görürdüm Məstanı Çiçək bacı. Ax, cırtdan. Yaxşı. Uşaqlar, siz də bunu eləyin. Mənə mütləq göndərin ha. Bunun şəkillərini mən sizdən istəyirəm. Bunu barədə yazın və axırda da sizin xatirələriniz barəsində istəyirəm danışasınız. Video şəklində ya məsələn şəkil olaraq bizə yazın, göndərin. Hər cür ki, ürəyiniz rahatdır. Bunu mütləq gözləyirəm amma çox elə bilirəm ki, sizin üçün də maraqlı olar. Çiçək bacı, bəlkə açasan içində yağlı çörək çıxmış olar. Uşaqlar, kömək eləyirəm, narahat olmayın. Tapmacamızı dinləyək. Yaşıl tağım var, al otağım var. Boz paltarımda göy qurşağım var. Hə uşaqlar, o bir tərəvəzdir, həyətdə böyüdülür, yetişdirilir və bütün uşaqlar onu çox yeyir, kəsirlər, dilimləyirlər və ən çox onu yay fəslində yeyirik. Hə, tapdınız. Deməli, cavabı yazın bizə, tez göndərin aşağıdakı nömrələrə. Baxın uşaqlar, deyirəm bayaqdan cırtdan o qədər nə bilim, mən acından ölürəm dedi, fikir ancaq orucdadır. Ölürəm də acından. Aha. Deyirəm yağlı çörək yeməmişəm mən. Bütün günü gözləmişəm mən. Yaxşı cırtdan. Amma başınızı işlə qaçsaz, dərsinizlə qaçsaz, mən elə bilirəm ki, bu qədər aclıq sizin fikrinizdə olmaz. Bu qədər hiss eləmərsiniz. Cırtdan, bax, belə deyək də, uşaqlar siz də qulaq asın. Məktəbdən evə gəldiniz, gedin istirahət eləyin. İstirahət eləyin ki, həm o qədər çox zəifləməyəsiniz və ağır işlərinizi Ramazandan qabaq görün. Yüngül işlərinizi saxlayın. Çünki insan çox iş görəndə həqiqətən orucundan biraz çətin olur da. Adam məsələn enerjisi düşür aşağı, çətin olur oruc tutmaq. Ona görə də uşaqlar nizamlayın. Hamısından əvvəldən nizamlayın və məsələn dərsdən gəldiniz, biraz istirahət edin, iftara yaxın durun. Ananıza kömək eləyin. Məsələn ana, ata hamımız bir yerdə süfrəni qəşəngcə düzəldin. Elə deyil cırtdan, sən də nənəvə kömək elə mütləq. Hə, mütləq mən kömək eləyəcəm. Hamıdan qabaq mən çörək aparacam, yağ aparacam. Nənəm nə bişiribsə onları qoyacam. Çiçək bacı, deyirəm ki, elə bil ki, bir qənaətə gəldim ki, elə bil mən ac olanda beynim daha yaxşı işləyir. Hə, düzdür. Elə bir dostlarıma qarşı daha mərhəmətli olmuşam. Bəli, çünki səni hiss eləyirəm ha. Yəni bilmirəm doğrudan elədi yoxsa yox. Elə biraz mərhəmətli olmuşam. Düzdür, bayaq ki dedim, çünki sən ac olanda ruhun lətif olur. Həm başqalarını başa düşmüş olursan, həm də mərhəmət hissi elə bil ki, sənin bədəninlə bir yerdə ruhun da təmizlənir. Bədəninlə bir yerdə fikirlərin, zehnin də təmizlənir. Ona görə də Allah elə belə qoymayıb ki, qanunu. Allah elə belədən heç nə eləmir ki. Bunu bizim üçün faydası var. 11 ay biz məsələn yeyirik, içirik, belə hər nə oldu, məsələn zərərli də olur, xeyir də olur. Onlar bizim bədənimizdə toplanır. Amma biz bir ayda bunu Allahın köməkliyi təmizləyirik. Elə deyil? Çiçək bacı, onda uşaqlar bizə öz iftarda məsələn Ramazanda necə oruç tuturlar, necə qalırlar, dözə bilirlər, yoxsa yox, yarımçıq açan olub, yoxsa olmuyub. Necə keçirdiblərsə bizə yazsınlar, göndərsinlər, sonra şəkillərini göndərsinlər, iftar süfrələrini göndərsinlər ki, valideynlərinə amma kömək eləyən yerdə. Biz də baxaq, hara göndərsinlər? Aşağıdakı nömrələrə. Mütləq göndərin tapmacanın cavabını da və müsabiqədə iştirak etmək üçün də mütləq aşağıdakı nömrələrə yazın ki, mən cırtdanla müsabiqədə olmaq istəyirəm, oyun oynamaq istəyirəm və hədiyyə qazanmaq istəyirəm.
Düzdür, bəli. Uşaqlar yadınızdan çıxmasın ha. Hə, bu gün Çiçək batı çatmadı, iftar vaxtı gəlmədi. az qalıb. Bax, az qalıb. Hə, biz də uşaqlar siz də gedin, qəşəngcə hazırlaşın iftara. Biz də gedək cırtdan. Verilişimizin axırıdır. Hə, gedək. Bu günlük bu qədər uşaqlar. Sağ olun uşaqlar. Salamat. Cırtdan. Sağollaşmırsan uşaqlarla? Sağ olun, sağ olun.